Salam, hər vaxtınız xeyir. Necəsiniz əzizlərim? Bugün sizlərə cədvəllər mövzusunu izahını verəcəm. Bu testləri də özüm hazır etmişəm. Mən sizə ilk öncə 3-cü sualın izahını vereyim. Qeyd edək. 5 dairədən 16 alınıb. 10 dairədən 31 alınıb. 9 dairədən 28 alınır. Necə tapa bilərik? Yazırıq. Sonra baxıb 5 kvadratdan 12, 10 kvadratdan 27, 9 kvadratdan A. Bunları tapmalıyıq. 5'i vururuq 3'ə. Üzərinə 1 gəldikdə 16 alınır. 10'u vururuq 3'ə. Üzərinə 1 gəldikdə 31 alınır. 9'u da vururuq 3'ə. Üzərinə 1 gəldikdə 28 alınır. İndi biz tapaq kvadratı. Bunlar hamısı qeyd olunur. Bir də kvadrat lazımdır. 5'i vururuq 3'ə. 3 çıxanda və ondan 3 çıxanda 12 alınır. 10'u vururuq 3'ə. Ondan 3 çıxdıqda 27 alınır. 9'u deməli burada da nə etməliyik? 9'u da 3'ə vurub 3 çıxdıqda ifadəmizin cavabı tapılacaqdır. 9'u vururuq 3'ə 27. 27'dən də 3 çıxırıq, qalır 24. Deməli A 24'dür. A plus B-ni veribdir. Biz indi B-ni tapmalıyıq. 5 3 bucaqdan 19 alınır. 10 3 bucaqdan 34 alınır. 9 3 bucaqdan 1 alınır. Yəni 6'nı vururuq, 5'i vururuq 3'ə. Üzərinə 4 gəldikdə 19 alınır. 10'u vururuq 3'ə. Üzərinə 4 gəldikdə 34 alınır. 9'u vururuq 28'ə. 9'u vururuq 3'ə. Üzərinə 4 gəldikdə alınır. 27 plus 4 bərabər 31. Bizə də lazımdır A plus B. A plus B. A'mız 24. B'miz də neçə oldu? Yazaq. B'miz də 31. 24 plus 31 alınır 55. Doğru cavabımız C'dir.